Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün dim test toplusu 1-ci hissədən 8-ci isbat məsələsini həll edəcək. Başlayaq suala. 8-ci sualda deyir ki, isbat edin ki, üçbucağın tənböləni eyni təpədən çəkilən median və hündürlük arasında yerləşir. Üçbucağı çəkək. Demək, buradan bir hündürlük çəksək və medianını çəkək. Buna M, H, ABC olsun. Deyir, ispat edin ki, tənbölən hündürlük və median arasında düşür. Tənbölənin bu aralığa düşdüyünü ispat etməliyik. Buradan diqqət edək. Pifagor teoreminə əsasən biz bilirik ki, BH-ın kvadratı ilə HC-nin kvadratının cəmi demək, BC-nin kvadratını verir. Demək, BC-nin kvadratı BH-ın kvadratı ilə HC-nin kvadratını verir. Digər tərəfdən də AB-nin kvadratı BH-ın kvadratı ilə AH-ın kvadratının cəminə bərabərdir. AH-ın kvadratı. Median tərəfi yarı böldüyünə görə bunlar bərabərdir. Onda AH HC-dən böyükdür. Diqqət etsək, AH-ın HC-dən böyüklüyü görsənir. AH HC-dən böyükdürsə, onda BC-nin kvadratı əgər BH-ın kvadratının HC-nin kvadratının cəminə bərabərsə, AB-nin kvadratı da BH-ın kvadratı ilə AH-ın kvadratına bərabərsə, onda əgər AH HC-dən böyüksə, onda buradan AB də BC-dən böyük olacaq. BC olacaq. Demək, bu olduğu üçün bu da doğru olacaq. Demək, AB tərəfi BC-dən böyükdür. Onda AB bucaqları da müqayisə edə bilərik. Onda buna bir alfa deyirəm, buna beta deyirəm. Biz artıq betanın alfadan böyük olduğunu aldıq. Beta böyükdür alfa. İndi fərz edirəm ki, tənbölən AM tərəfinə çəkilir. O bizə deyir ki, bu tərəfə M ilə H-ın arasında düşdüyünü ispat edin. Mən fərz edirəm ki, sol tərəfə düşür tənbölən. Tənbölən bilirik ki, bucağı yarıya bölür. Bu bucaqla buradan bura qədər olan bucaq fərz edək ki, bərabərdir. X götürürəm buna. Bilirik ki, tənbölən çəkiləndən sonra o ayrılan hissələrin nisbətləri bərabər olur. Yəni, AB-nin, bu yan tərəfin tənbölənin çəkildiyi aşağıdakı hissəyə nisbəti, AT-yə nisbəti, BC-nin də TC-yə nisbətinə və yaxud da ki, AB-nin BC-yə, AT-nin TC-yə nisbətinə bərabər olur. Demək, AB-nin BC-yə nisbəti və yaxud da ki, AT-yə nisbəti, AT yazıram, bərabərdir. BC-nin də TC-yə nisbəti, TC-yə nisbəti. Bərabərdir. Bu bərabərlik doğru olmalıdır. Görək, həqiqətən bərabər olur, ya yox. AB dedik, BC-dən böyükdür. Demək, kəsirlərin sürətləri AB BC-dən böyükdür. AT ilə TC-ni müqayisə eləsək, AT mediandan sol tərəfə düşür. Yəni, oturacağın yarısından balacadır. TC isə daha böyük, yarıdan çoxdur. Onda demək, bu isə kiçikdir. Təsəvvür edin, sürəti, məxrəci kiçik olan, AT kiçikdir, AB böyükdür, sürət böyükdür. Demək, bu kəsir bundan daha böyükdür. Çünki böyük hissəni kiçik yerə bölürük. Burada isə kiçik hissəni böyük yerə bölürük. Ona görə də AB-nin AT-yə nisbəti BC-nin TC-yə nisbətinə bərabər olmayacaq. Ona görə də tənbölənin bura düşməsi mümkün deyil. Hətta BM-ə düşməsi də mümkün deyil. Çünki AB BC-dən böyükdür. AB BC-dən böyükdürsə, AM-dən sağ tərəfə düşməyi mütləq olmalıdır. Yəni, M-dən sağa düşdüyün tam dəqiqdir, amma bilmirik də indi H-dan sağa düşəcək, yoxsa içəridə qalacaq. Amma mütləq bilirik ki, M-dən sağda yerləşir. Çünki AB tərəfi BC-dən böyükdür, AM ilə MC də bərabərdir. Əgər AB-nin AM-ə nisbəti BC-nin MC-yə nisbətinə bərabər deyilsə, demək, bu tənbölən bura qədər düşə bilməz. Demək, M-dən sağda yerləşdiyini dəqiq bilirik. Bu getdi. Demək, bu doğru deyil. Solda ola bilməz. İndi sağa baxırıq. Tutaq ki, tənbölən sağa çəkilib. Tənbölən sağa çəkiləndə, fərz edirəm ki, bura çəkilib. Onda buranı bir Y qəbul edirəm. Burada bütöv olsun Y.
Orta hissədə bir fi bucağı yazıram. Onda buradan BHC üçbucağından Y fi bettanın cəmi 90 olur. Y fi və bettanın cəmi 90 dərəcə olur. BHD üçbucağından. Digər tərəfdən BHA üçbucağında isə Y minus fi üstəgəl alfanın cəmi 90 olur. Oradan isə Y minus fi üstəgəl alfanın cəmi 90 olur. Görək bu mümkündürmü? Bilirik ki, beta alfadan böyükdür. Burada qeyd eləmişik. Beta alfadan böyükdür. Beta alfadan böyükdürsə, əgər beta alfadan böyükdür. Y-in üstünə betanı gəlmişik, onun üstünə fi'ni gəlmişik, 90 alınıb. Əgər alfa betadan balacaqsa, Y-in üstünə alfanı gəlib ondan fi çıxanda 90 olar ya yox. Demək bu da mümkün deyil. Çünki Y, beta, fi üçü birlikdə 90 edir. Y-in üstünə alfanı gəlib betadan kiçik bucağı gəlib, sonra da fi'ni də çıxmışıq üstəlik. Bu yəni 90-a bərabər ola bilməz. Demək tənbölən sağ tərəfə də düşə bilməz. Nə qədər ki fi burada gərək mənfi bucaq ola. Demək fi alfanın üstünə gəlməlidir ki 90 alınsın. Onda fi demək harda olmalıdır? Y, yəni h-dan solda olmalıdır. Onda demək əgər tənbölən solda olanda ziddiyyət yarandısa, sağda olanda ziddiyyət yarandısa, demək tənbölənin eyni təpədən çəkilən tənbölənin hündürlük və median arasında olduğunu deyə bilərik. Belə əziz şagirdlər, ümid edirəm ki, sizlər üçün də faydalı olacaq. Sağ olun, gələn videoda görüşənədək.